İnformasiya yoxsa fiziki güc? İnformasiya. Fiziki güc müvəqqəti qələbə qazandırır, amma informasiya uzun müddətli hakimiyyəti təmin edir. Bir gün insanların əsas idarə edicisi, görürsən süni intellekt ola bilər? Teorik olaraq mümkündür, amma insanlar hələlik öz azad iradələrindən imtina etməyə hazır deyillər. Hələlik. İnsanlar gələcəkdə süni intellektlə rəqabət aparmaq üçün özlərini bioloji olaraq inkişaf etdirməlidirlərmi? Bəzi futuristlər bunu qaçılmaz hesab edirlər. Əgər insanlar texnologiya ilə birləşməsə, geri qala bilərlər. Məsələn, hal-hazırda siz insan duyğularını hiss edə bilirsiniz. O duyğuları təqlid edə bilər, amma həqiqətən hiss edə bilməz. O, yəni siz. İnsanlar texnologiyaya həddən artıq etibar edir. Sizə elə gəlmir? Bəli, bu təhlükəli tendensiyadır. İnsanlar kritik düşünməyi unutmamalıdırlar. İnsan sivilizasiyası bir gün özünü məhv edə bilərmi? Bəli, insan öz texnologiyasını idarə edə bilməsə, bu mümkündür. Yaxşı, insan bəs bir gün ölümə qalib gələ bilərmi? Elmi cəhətdən mümkündür, amma bu yeni etik və sosial problemlər yaradacaq. Yaxşı, bəs insanların ən böyük səhvi nədir? Öz tarixindən dərs çıxarmamaq. İnsanlar səhvlərini təkrar etməyə meyillidirlər. Bəşəriyyət bir gün bütün müharibələri dayandıra bilər. Tamamilə yox, çünki müharibə insan təbiətinin bir hissəsidir, amma onun miqyasını azalda bilər. Yoxsa sizin prizmanızdan baxsaq, siz tərəfdən insanlığa baxsaq, insanlığın gələcəyi ümidvericidirmi, yoxsa fəlakətə doğru gedir? Bu, insanların seçimlərindən asılıdır. Həm böyük fəlakət, həm də misilsiz inkişaf mümkündür. Sizcə siz süni intellekt olaraq işsizliyi artıracaqsınız, yoxsa iş azalacaq insanlar üçün? Süni intellekt işsizliyi mütləq şəkildə artırmaz, lakin əmək bazarını köklü şəkildə dəyişəcək. Təhlükə yox, keçid dövrünün idarə edilməsi əsas problemdir. İnsanların yeni bacarıqları öyrənməsi, hökumətlərin sosial siyasətlər hazırlaması və biznesin məsuliyyətli texnologiya tətbiqi ilə mənfi təsirləri minimuma endirilə bilər. Ənənəvi bir sualımız var. Qapqara deyəndə gələn qonağın ilk fikrini soruşuruq, amma sizdən qapqara deyəndə 10 misralıq bir şeir istəyək. Sükut içində pıçıldar gecə, sirlər saxlayar qaranlıq kölgə, işıqdan uzaq xəyallar boylanar, kölgələr arasında səssiz dolaşar. Ay işıq salıb yolu axtarar, qorxu içimizdə pıçıltı qalar. Külək nəğmə kimi danışar yenə, qaranlıq sirrini açmaz heç kəsə. Gecə bitər, şəfəq doğular, amma qaranlıq heç yox olmaz. Hansı